Hərfi yoxdur, hansı üsulla eləmişsə, o da tapşırıq olsun. Mən önəmli olan tapşırığın var olmağıdır. Pathfinder. Yazı yaz. Yazdım. Evet. Böylelikle olalım. Baxaq tapşırıqlara. Formatında niyə göndəribsən, Nural? Hə? Salam. Neyi? TIFF formatında göndəribsən tapşırığı. Option serisi benim. Böyle oldu. Şəkil kimi. Nerede tahta yaptınız? Tahtamıza bakalım. Hə, bu keçən dəfəki tapşırıqdır. Ya bunu sevdim, kabul etmedim. Hep seç bakalım. Hep çok farklı yollar. Bir objekler. Ne bizim tapşırığımız aslında. Gözde de gözüm görmüyor. Kenan Hanım. İran'da da yani Ne? İran'da. Tabii ki gelen. Kimindim? Cavat. Aha. Ben şahsiye sonra ne yapayım? Demək, hansı üsulla elədin Cavat bunu? Hansı? Bu? Evet. Aha. Aha. Gradient, bəli. Ama çok yaşlı biraz fazla. Ungroup. Bir dənə dəqiq baxaq. Ungroup. Yani kulağım bir şey gibi. Lines, clipping mask. Onu peki ben Tamamdır. Selamlar olmuş. Şey qeyd eləməmişəm, sonra bircə saniyə gözləyin. Birazcık gradient yapayım sana. Ha. Buhardakini de bir birleştirmek. Deməli, Cavad buradadır. Kimsə yoxdur. Mərziyə, Kənan, Səbinə, Mərziyə, Nərgiz online'dır. Mərziyə buradadır. Fərid, Nural buradadır. Nərgiz online'dır. Səbinə online'dır. Zaur buradadır. Kənan online'dır. Solmaz yoxdur. Toğrul buradadır. Rasim buradadır. Teymur, sənin adın niyə yox? Bir nəfər yoxdur. Bunu soruşuram 14-cü otaqdan. Deməli. Sonra. Fərid. Baxaq. Adobe Illustrator. Aha. Fərid, sən necə eləmişsən? Deməli, Pathfinder'dan kəsmişəm. Pathfinder. Onu birinci iş eləmişəm. Bu Create Outlines. Aha. Sonra Pathfinder'dan kəsmişəm. Gradient vermişəm. Sonra arkadaşlar. Okey. Gözəl. Noktalar. Gözəl. Əla. Səndə də alınıb. Zaur. Baxaq. Ben de biraz zincir var, biraz şey oluyor. Bilet yerler.
Olar səbinə problem deyil. Bir dənə tapşırıqları yoxlayaq. Onsuz da bugün tapşırıqlarımızı əvvəlki dərslərə uyğun eləyəcəyik. Var bir şey diyeyim. Əlbəttə. Siz birinizde mesela bir şey məlik. Yox, başa düşməyim sözünü açıqla. Ben bak dedim. Göster tane burada. Əlbəttə. Ama bu rules görürsün ya. Aha. Biz bundan 3 tane çıkarttım. Burada bir tane işare var. Bunu göstereceğim. Bunu göstereceğim. Böyle Aha. eskartları koydum. Aha. Başladım kattın hansı taraflarını desem orasına basmalı onlar da yok oldu. Biz var zaten. Bana o kesme suyu adından çıkmıştım. Məsələn, kəsməyi kəsibsən. Bəs bunun bu kölgələndirməsi, bax, belə kölgə görürsən. Bax. Görürsən bunu? O gradient verirler. Əlbəttə ki. Mənə verir ben. Ben de gradient vermiyor olmadı. Sizin aslında olmayacak. Ben Yaz için saxlamısan bəlkə. On qrup, tam grup bəli. Məsələn, gradient, belə, maalesef olarak. o var. Ama onun olmuş orada bir tane iki taraflara bilersiniz yaptım. Hadi o. Ben de diyorum erkek taraflarında bir hamsi bir şey olmuyor. Çünki qrup şəklindədir. Buna seçdin, gradient verdin. Xəyallarla bərabər qiymət də getdi. Değerli giymesi. Deməli, ərziyən işinə baxırıq. Müəllimə, o anqruta harda girdik biz? Necə? O anqruta girdik biz. Harda girdiniz onu? Sadəcə fiqurun üstündən sağ düyməni basırsan belə. Bir saniyə bunu geri qaytarım. Bax, sağ düymə, anqrup. Buradadır. Biz siz Əgər nəyə bu- göndərəm? İndi verəcəyim sual əslində oyuna bağlı olacaq. İndi siz danışın, mən ən sonda onu verərəm lap. Tamam, tamam. Buradan da yazın. Deməli, mərcə çox qaranlıqdır deyə, yəni şəkil çox qaranlıqdır deyə tam başa düşülmür necə olunduğu. Amma təqribi olaraq burada bir kəsmə görürəm. Amma bizim işimizə uyğundurmu əsas məsələ odur. Biraz qaranlıq alınıbdır, çox qaranlıq alınıb, biraz yox. Amma kəsmə üsulu düz deyil. Yəni bizim göndərdiyimiz tapşırığa tam uyğun deyil mərciyə. Nərgiz, baxaq.